Hər birinizi salamlayıram və ümid edirəm ki, yaxşısınız. Bugün 12 may günüdür. 12 may, yəni Əqrəb dolunayıdır. Əqrəb dolunaylar ümumiyyətlə ayın ən böyük enerjiyə sahib olduğu vaxtlardır və Əqrəb dolunayının olmağı o deməkdir ki, xüsusilə Əqrəblər və yüksələn Əqrəblərin həyatında həm şəxsi həyatlarında, yəni özləri ilə bağlı məsələlərdə, həm xarici görünüşlərlə bağlı məsələlərdə tamamilə yenilənmələr olacaq. Və ümumiyyətlə Əqrəb dolunayı, Əqrəb özü gizlilikləri, qaranlığı, bilinməyənləri, spirituallığı, gizlidə qalan olan məsələləri, şübhələri, qısqanclığı, bu tip mövzuları, hətta ölümü, bu tip mövzuları əhatə elədiyinə görə də bu mövzularda ən çox insanlar həyatında olacaq növbəti, xüsusilə də bu dolunayın aktiv olduğu günlərdə. Yəni siz həyatınızda gizli olan şeylərin, insanları, gizli məsələləri, bilmədiyiniz hansısa bir gerçəyin üstü açıla bilər və s. Təbii ki, bu demək deyil ki, bütün bürclərdə olan təsir sadəcə bununla olacaq. Biz bugün elə ona görə də istəyirik ki, mən istəyirəm daha doğrusu sizinlə bir video hazırlayım və bu dolunayın sizə olan mesajı olacaq. Və mən əgər çatdırsam, başqa bir videoda sırf bürclərlə bağlı olan hissəni də çəkərəm ki, hansı bürcü nə gözləyir bu dolunayın təsirində. Bugün isə önümüzdə 3 dəstə var və bu 3 dəstədən hansı dəstə sizə daha uyğundursa, hansı enerji olaraq sizi çəkirsə, o dəstəni seçirsiniz və dolunayın mənə mesajı nədir? Burada hər hansı bir niyyət eləməyinizə ehtiyac yoxdur. Dolunay ümumiyyətlə həyatınızda bitirməsi gərəkən, getməsi gərəkənlərin sonlanması üçün yaşanır. Yəni həyatınızda sanki məsələn çoxdan əziyyət çəkdiyiniz bir mövzunun belə deyək, sizə geri dönüşü, məsələn ondan qazancı əldə etmək də ola bilər. Sizə əziyyət verən bir məsələdə artıq bir dəfəlik canınızı qurtarmaq da ola bilər və bir növ sonlanma və tamamlanma enerjisini daşıyır. İndi isə siz öz dəstənizi seçin, əzizlərim. Mən istəyirəm bunu bura qoyum. Qalsın. Belə. Aha, indi 1, 2 və 3. Birinci dəstədən mən başlayıram. Və burada təbii daşlar da qoymuşam. Enerjini yeniləsin, enerjini təmizləsin bir növ. Birinci dəstəni seçənlər. Birinci dəstəni seçənlər. Baxaq görək dolunayın sizə mesajı nədir? Birinci dəstəni seçənlərə Əqrəb dolunayının 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 mesajı nədir? Başlayaq. Aha, xüsusilə də birinci dəstəni seçənlər üçün onu deyərdim ki, xüsusilə dövlət məsələləri, iş məsələləri, karyera məsələləri, haqqınızı almaq, sizə lazım olan dəstəyi görmək, sanki belə deyək də, hal-hazırki dönəmdə sizə mesajı budur ki, daxilindəki gücü kəşf elə və sən özünü nəyə layiq görürsənsə, özünü nədə məsələn deyirsən ki, mən özümü layiq görürəm ki, mən belə bir karyeram olsun, belə bir gözəllik bədənim olsun, belə bir imkana sahib olum, həyatımda belə bir insan olsun. Bu mövzu ilə bağlı hər nə istəyirsənsə özü ilə bağlı onun üçün hərəkətə keçməyin vaxtıdır. Ola bilər ki, sizin bu yəni bu sizin özünüz üçün istədiyiniz, nəsliniz, ananız, atanız bu cür yaşamayıb və siz özünüzü bəzi mövzularda buna görə güvənsizlik hiss edə bilərsiniz ki, axı bunu heç kəs yaşamayıb, çünki bu hər kəsdə olur. Amma kartlar deyir ki, indi zaman o zamandır ki, sən haqqın olan bir şeyi almaq, onu əldə eləmək, bu tam olaraq indi vaxtıdır. Və ola bilər kimsə burada dövlət bir idarəsindən xəbər gözləyir, bu xəbər gələcək. Ola bilər ki, kiminləsə görüşmək, barışmaq istəyir,
və yaxud da elçilik ola bilər kimdəsə, xüsusilə də yaxın bir zamanda əgər siz birilərlə tanış olmaq, birilərinə addım gözləyirsizsə və yaxud da barışmaq təklifi gözləyirsizsə, evlənmə təklifi, eyni zamanda elə bir insan olsun ki, mənim həyatıma gəlsin və mənim belə deyək də tamamlasın, mənim yarımçıq olan hər bir cəhətimi məndə tamamlasın deyirsinizsə, sizin üçün tamamlanma zamanıdır. Ata ilə bağlı seanslar almış ola bilərsiniz. Ata bağlarınızı daha gücləndirə bilərsiniz bu dolunay vasitəsilə. Eyni zamanda bir təhsil həyatı ola bilər, bir iş həyatı ola bilər olsun. Ola bilər ki, bu dolunaydan sonra sizin həyatınıza girən hər kimsə, siz əgər təksinizsə, həmin insan sizin taleyinizdəki insan olsun artıq və onu deyərdim ki, sadəcə bu dolunayda onu deyir ki, özünü aldatmaman gerekir. Yəni nə deməkdir bu? Ola bilər bu dolunayda bəzilərinizin həyatında bəzi mübahisəli durumlar yarana bilər. Bəzi xaotik durumlar ola bilər. Yəni ki, kimsə sizinlə mübahisəli, məsələn, bir yerdə mübahisə elədiniz və mübahisə bitdi. Hərə getdi, öz tərəfinə çəkildi və ola bilər ki, hərənin belə deyək də, siz düşündünüz ki, həmişə bitdi. Amma bu insanlar sizinlə daimi düşmən qala bilərlər. Yəni bu adam, məsələn, siz deyirsiniz ki, okey də, bunlarla dalaşdıq, bitdi. Amma onlar arxa planda təzə, yeni sizə belə deyək də, o nə deyirlər, tuzaqlar, yeni belə deyək də, şantaj, yalan, iftira, nə bilim, şər, böhtan hazırlaya bilərlər. Və deyir ki, hal-hazırda həyatında çox ehtiyatlı olmalısan. Nədən? Tam da hər şey yaxşıdır, hər şey gözəldir dediyin anda həyatında ani bir xaos, ani bir söz-söhbət yaratma. Çünki deyir, bu halda deyir, bu insanlar yalan danışacaqlar. Yəni sən belə bir dava ola bilər, məsəl üçün, hətta belə bir şey ola bilər. Və orada sən görərsən ki, adamlar sənə üzvə dururlar, amma o söhbətlərin heç biri olmayıb, məsələlər də olmayıb, amma insanlar sənə yalan danışırlar və sırf sən haqlı çıxasın, sırf sənin üzərində haqlı çıxsınlar deyə olmayan şeylər danışırlar. Yəni belə bir şeylər hiss edə bilərsən, görə bilərsən. Və bu zaman deyir, sən sakit qalıb daxili səsini dinləməlisən. Qəti şəkildə onlarla eyni cür, onlarla rəqabət aparmamalısın. Yəni ki, aha, onlar mənə şantaj elədilər, yalan danışırlar, arxamdan bir şeylər çevirirlər. Okey, mən deyim, qəti şəkildə. Sən nə edirsən? Qırağa çəkilirsən sanki və daxili iç səsini dinləyirsən. Baxın, Papessa gəldi. Papessa kartların içərisində ən daxili gücü yüksək olan və ən spiritual qadındır. Deyir ki, tamamilə geri çəkilməlisən və ətrafındakı düşmənlərini yaxşı izləməlisən. Onların sirlərini öyrənməlisən. Onların elədiklərinə qarşılıq necə cavab verəcəyini sadəcə Allahdan istəməlisən. Sadəcə Allahdan diləməlisən və sadəcə daxilində hiss eləməlisən, neyiniyim. Qəti şəkildə emosiyalarla, hirslə, ego ilə hərəkət eləmək olmaz. Və əgər sən deyir, bu şəkildə hərəkət eləsən, bu cür davransan, sən sakit davransan və bu şəkildə mübarizə aparsan, pasiv şəkildə, yenə də rahatlıq və xoşbəxtlik sənin olacaq, əzizlərim. Yəni bir şəkildə deyir, hal-hazırda sizə doğru gələn düşmən, hədəf, nə bilim, sizə olan indi hər kəs üçün fərqlidir. Bu biri üçün bəlkə də baldızıdır, biri üçün iş yoldaşıdır, biri üçün öz həyat yoldaşıdır, fərqi yoxdur. Yəni, haqlıyken haqsız duruma düşməmək üçün nə olursa olsun, həmin an üçün sadəcə sakit qalmaq lazımdır. Bu sakit qalmaq bir növ belə deyək də, onlara qarşı aqressiyadan cavab verməməkdir. Yəni o sizə elədi, sizin də əlinizə düşən bir fürsətdə siz də eyni şey ona eləməyin deməkdir. Daxili səsinizə hərəkət edin. Daha sonra bu dolunayın sizə mesajı nədir? Bu dolunayın ümumiyyətlə mesajı odur ki, soyuqqanlı qalmağınız daha yaxşıdır. Təlim almağınız, yeni bir şeylər öyrənməyiniz, özünüzlə bağlı daha böyük fürsətlər və daha böyük hədəflər üçün çalışmağınız, öz üfüqlərinizi genişləndirməyiniz. Yəni bugünə qədər kiçik, balaca şeylər düşünürdünüz. Bu indi isə biraz daha hədəflərinizi böyüdə bilərsiniz. Məsələn, xarica getmək ola bilər, indiyə ki məşğul olmadığınız daha fərqli bir işlə məşğul olmaq ola bilər, görünürlük ola bilər
görünəcəyiniz bir işlə məşğul olmaq ola bilər. Yəni sanki biraz daha inkişaf etmək lazımdır sizə artıq. Və bu dolunay deyir ki, sənin üçün təhsil həyatında nəyin üzərində əmək versən indi, bax dolunay zamanı sənin qalibiyyətin olacaq orada. Heç sən bunu, məsələn, sən bu dolunayda pul yığmağa başlasan, maşın almağa, o maşını alacaqsan. Sən burada pul yığsan bir təlim üçün o pulu toplayacaqsan. Sən burada desən ki, mən bu dolunayla əmək verirəm öz işimə bu gündən sonra, növbəti dolunaya qədər sən artıq o işi həll eləyəcəksən. Yəni məqsədyönlü olmaq, daha çox soyuqqanlı şəkildə, emosiyalarda boğulmadan, daha ağıllı və daha praktiki olaraq davranmağın lazımdır. Niyə görə? Çünki zaman deyir ki, sizin özgüvənlə bağlı, çarəsizəm, eləyə bilmirəm, düzəldə bilmirəm, bacara bilmirəmləriniz gəlir və tam da sizin xarakterinizin əksinə bir davranış göstərirsiniz deyir. Dolunay mesajı odur ki, sən bu deyilsən və qəti şəkildə sən bu insan deyilsən, hansı ki sən öz gücünün fərqinə varmırsan. Və sən öz gücünün fərqinə varsan ümumiyyətlə, ola bilər ki, bir yeni biznesə başlayacaq kimlərsə. O biznes xarici ölkələrlə və uzaq şəhərlə bağlıdır. Ola bilər kiminsə uzaqdan, yolculuqdan bir məsələn sənəd göndərmişdi, onun cavabları gələcək. Ola bilər kiminsə böyük planları var idi, biznes hədəfləri var idi, fərqli. Onun maddi olaraq ona dəstək və yaxud da maddi olaraq hak etdiyi bir ödəməsi gələcək. Uzaqdan sizə, bəlkə kimsə sizə borcluydu və ya siz kimdənsə dəstək istədiniz uzaqdan birindən. O insan sizə dəstək olacaq, yardım eləyəcək. Və deyərdim ki, biraz qəbul eləməyi öyrənməlisiniz. Yəni ki, bilirsiniz necə? Mən tək, hər şey mən tək eləyib. Belə bir enerji var sizdə. Özünüz sanki tupikdə qalırsınız və icazə verin ki, insanlar sizə kömək eləsinlər, sevdikləriniz sizə kömək eləsinlər. Ola bilər, burada bəziləriniz deyə bilər ki, yox, həyat qəddardır, insanlar qəddardır. Onlar nəsə eləyəcəksə mütləq əvəzini istəyəcəklər, insanlara güvənə bilmərəm və s. Amma deyir, güvənmən lazımdır. Bacı, qardaş, dost, tanış, sənə yardım eləmək istəyəndə, sənə kömək eləmək istəyəndə sən onlara güvənmən lazımdır, onlardan alman lazımdır. Sanki onlara qarşı da bir aqresiyan var, sanki onlara qarşı da bir dirəşmisən ki, yox, gəlməyin, mən tək eləyəcəm hər şeyi. Amma deyir, bəzi şeylər tək bacarmadığını özün də bilirsən ki, bəzi şeylərdə sənə bəlkə də sadəcə mənəvi kömək lazımdır, heç maddiyyat da deyil bu. Belə bir dolunay mesajı var burada. Və yenə deyirəm, ola bilər məsafələr gündəminizdə olacaq, yer dəyişiklikləri gündəmdə olacaq. Çünki 2 dənə uzaq məsafə kartımız yan-yana gəldi. Başqa bizə dolunayın bu dəstəni seçənlərə mesajı nədir? Başqa bu dolunayı seçənlərə baxın. Kimlərinsə uzun müddətli toksik olan bir durumu var. Yəni eyni şey təkrar yaşanır və siz bundan qurtula bilmədiyiniz bir toksik bir məsələniz var. Və bu sizin fikir qarışıqlıqlarınızdır. Ya evli bir insanla birlikdəsiz, ya hər hansı bir bağımlılığınız var, ya bir negativ bir aurasasınız. Amma dönüb dolaşıb eyni yerdə qalırsınız və nəyin doğru, nəyin səhv olduğuna qərar vermədiyiniz və hal-hazırda duyğusal olaraq, zehin olaraq daha çox, zehin olaraq özünüzü qarışdırdığınız bir ortamdasınız. Bir durumdasınız daha doğrusu. Zehni olaraq təmizlənməyə çox ehtiyacınız var. Baxın, şeytan və burada labirint gəldi. Yəni labirintdə qalmısınız və şeytan da burada nə deməkdir? Bizim asılılıqlarımız. Ola bilər toksik bir münasibətdəsiz. Ola bilər yanlış bir insanla birlikdəsiz. Ola bilər yanlış bir iş görürsünüz və özünüzü məhv edirsiniz və yaxud da nəsə bir şey. Və kupa edilisidir bu əslində. Və bu deyir ki, sənin fikirlərin çox qarışıqdır. Nə doğrudur, nə yanlışdır, necə hərəkət eləməliyəm. Qəti şəkildə bunlarla bağlı doğru qərarların verə bilmədiyin bir şeylər ola bilər. Bundan doğru qərarlar verməlisən və bu sənin enerjini çox tükədir. Əgər sən deyir hal-hazırda, ola bilər ki, bu dəstənin başındakı ayrı insandır, bu da ayrı insandır. Çünki buradakı insan deyir, ola bilər sən uzun müddətdir. Küskünsən həyata, nə istədiyini bilmirsən, bitkinsən, sanki olur hər şey ertələyirsən, heç nəyə halın yoxdur, həvəsin yoxdur. Sadəcə oturmusan, sən deyirlər ki, dur belə elədirsən,
nəsə heç marağım yoxdur. Deyirlər onda gəl belə nəsə heç marağım yoxdur. Və yaxud da biri sənə deyir ki, sənə mesaj gəlir, bax belə bir şey təklif edirlər, işə, nə bilim, gəzməyə gedə bilərik. Və yaxud da biri səndən danışmaq istəyir. İstəmirəm, halım yoxdur, maraq yoxdur, həvəs yoxdur və s. deyirsənsə sən, səni deyir bu hala salan enerji, bax sənin bu şeytanla olan belə deyək də bağlıdır. Yəni bu biriləri üçün həqiqətən də sizin fərqində olmadığınız toksik bir bağımlılıqdır. Hardasa hansısa bir fikirlə asılısınız. Çünki şeytan bizi hər zaman asılı halda saxlamağa çalışır. Ya da bəzilərinizdə sözün əsl mənasında negativ bir enerji var. Və hal-hazırda deyir ki, bu şeytan tərəfiniz sizin içinizdə çox böyük vəsvəsə və qorxular yaradır. Yəni ki, sizi sanki belə deyək də hər zaman arxa planda saxlayır. İrəliləyə bilməmə, özünü göstərə bilməmə, görünə bilməmə, qorxu içərisində saxlayır. Və ona görə də deyir, bu cür sən enerji itirəndə hər dəfə səndən pul da gedir. Yəni sən hər dəfə bu vəziyyətə bax, son bir 3-4 dəqiqədə danışdığım vəziyyət ki var. Sən hər dəfə bu vəziyyətə düşəndə sən maddi olaraq da itki yaşayırsan. Ola bilər ki, sənin əlindən nələrsə həqiqətən gedib və sən həqiqətən nəsə itirmirsən. Ola bilər, bu durumlar olsun. Amma ki, sənin üçün bax, yeni bir fürsət qapıdadır. Bu iş təklifi üçün iş təklifidir, sevgi gözləyənlər üçün sevgi təklifidir, evlilik təklifi üçün, bəlkə də başqa bir insandır, yeni bir şeydir və qapındadır. Və tam olaraq qapındadır. Amma sən bunu görməzdən gəlirsənsə, bu artıq sənin şeytanının, sənin daxilində səni aşağı çəkən enerjinin təsirindəndir. Nə etməliyik bu anda? Dolunay nə mesaj verir? Nə etməlidir bu dəstəni seçənlər? Baxın, ertələməyi bitirməli və artıq bu vəziyyətdən çıxmaq lazımdır. Yəni, sonra eləyərəm, sonra baxaram. Bunu eləmişəm, səhv eləmişəm, bir də səhv eləməyim deyə lazım deyil, indi qalsın. Sonraya saxlasam daha yaxşı olar. Özümü yaxşı hiss eləsəm, hərəkətə keçərəm. İndi halsızam. Mən qurban gəlmişəm, qurban gedəcəm. Həyata qarşı mən heç bir gücüm yoxdur, həyatımı dəyişə bilmərəm. Bəxtim belə gətirib. Özümü qurban verməliyəm. Bax, belə bir qurban pozisiyasından çıxmaq lazımdır təcili olaraq, əziz bu dəstəni seçənlər. Və yıldız kartı nədir? Təmizlənmə, şəfalanma, arınma, buraxma, keçmişi buraxma, bir növ qaranlıq enerjidən təmizlənmə. Ola bilər bir çoxlarınızın üzərində həqiqətən də müəyyən negativ enerjilər də var. Negativ enerjilərdən təmizlənmə, keçmişlə bağlı məsələlərdə azad eləmə, keçmişlə bağlı məsələlər buraxma. Ondan sonra yeni enerjiləri qəbul eləmə, yeni enerjilərə yer açma, özünü olduğun kimi qəbul eləmə, xarici görünüşündə baş verən dəyişiklik, xarici görünüşünlə bağlı baş verən dəyişiklik, bir qadın fiqurundan dəstək almaq, ana ola bilər, bacı ola bilər, dişil enerjini yüksəltmək, dişil enerji mütləq yüksəlməlidir. Qadınlıq enerjinin üzərində işləmək və xüsusilə də bitirmək artıq düşünməyi, qara düşünməyi bitirmək lazımdır əzizlərim. Baxın belə, birinci dəstənin, yəni dolunayın birinci dəstəyə mesajı bu idi. Xoşunuza gəldisə, yəni bu dəstə daha çox Tanrıya inanmalı, Tanrıya güvənməli, maddi məsələlər üzərində işləməli, pul məsələlərinə önəm verməli, daha çox karyer məsələlərinə önəm verməli və fürsətlərə gözünü açmalıdır. Birinci dəstənin dolunayın mesajı buydu. Və yazarkən istəyərdim ki, yazasınız, məsələn, birinci dəstəni seçdim və mənim bürcüm də budur. Və yüksələninizi bilirsiniz, yüksələninizi yaza bilərsiniz. Mənə maraqlıdır. İkinci dəstə, dolunayın mesajı nədir? İkinci dəstəyə dolunayın mesajı nədir? İkinci dəstəyə dolunayın mesajı nədir? Bunu bilən düzəldək. İkinci dəstəyə dolunayın mesajı nədir? İkinci dəstəni seçənlər, Əqrəb dolunayının bugün 12 may Əqrəb dolunayının mesajı nədir? İkinci dəstə üçün Əqrəb dolunayının mesajı nədir? Baxaq. Aha, bir şeylər bitməlidir. Bir şeylər bitir həyatınızda. Gözlənilməyən bir dəyişiklik ola bilər. Gözlənilməyən yıxım, gözlənilməyən ani. Zaten Əqrəb xaosdur. Bir şeylər bitir həyatınızda, bir şeylər sonlanır artıq. Gözlənilmədən dağıntılar baş verir həyatınızda.
Yəni ilk olaraq deyir, dağılmalı olan şey rutininiz, yəni rutin olaraq eyni şeylərdə yaşayırsınız. Eyni mübahisə, eyni dava, eyni söz-söhbət, eyni problem, eyni haqqımı ver, dəyərimi ver, maaşımı vaxtında ödə. Nə bilim, mən maaş məsəl üçün də işləyirsiniz, sizin haqqınızı vermirlər, sevgidə dəyərinizi ala bilmirsiniz. Yəni sanki davamlı mübahisə var. Haqqım, istəklərim, davamlı belə bir şeyin içərisindəsiniz və bitirmə yerinə gözləməyi seçirsiniz. Amma bitməli gərəkən bir şey var. Əqrəb deyir, bitir, sonlandır, dağıt hər şeyi. İcazə ver, bu dağılsın. O bir məsəl deyir ki, icazə ver, altı, bəlkə də həyatımın altı üstündən daha yaxşı olacaq. İcazə ver deyir, qoy sonlansın, bitsin. Və əgər sən deyir, haqqın olanı alacaqsan, baxın, burada əgər siz kimə yaxşılıq eləmişsinizsə, onun bədəlini ödəyəcəksiniz. Və bugünə qədər kimə ən adi bax, bir heyvanı belə sevindirmişsinizsə, o heyvanın belə duasının qarşılığını alacaqsınız siz Əqrəb dolunayında. Gücünüzə güc qatacaqsınız. Qərarsız olan biri var idi, sizə qarşı qərarlı şəkildə gələcək. Netləşməsini istədiyiniz mövzu vardısa, netik bir şəkildə gələcək. Uzanmaqda olan bir dövlət məsələniz, rəsmi bir məsələniz var idisə, məsafə məsələniz var idisə, daha net bir şəkildə gələcək. Yəni bir şəkildə sadəcə eləməli olduğunca təşvişi buraxmaqdır. Yəni baxın, burada bitməsi gərəkən bir şey. Qorxursunuz ondan. Yəni qorxursunuz ki, bu olmasın, bu yaşanmasın, bu bitməsin, bu sonlanmasın, bu mənim həyatımdan getməsin, bu işdən çıxmayayım və qorxursunuz. Halbuki haqqınız olanı sizə verən insan olsun, vəziyyət olsun, enerji olsun, tamamladı, yəni sizin üçün cənnətdir də, dünya kartı birisi cənnətdir. Cənnətin sizə yaşadan insan və durumlarla qarşı-qarşıya olacaqsınız. Amma sizin fikirlərinizdə davamlı bu var. Mənim yolumu kesəcəklər, mənə mane olacaqlar. Mən gedəndə, mən nəsə əldə etmək istəyəndə mənə 100% ki, yəni belə bir şey, problem yaradacaqlar. Davamlı bir qorxu altındasınız, amma çox güclü, çox dişil enerjisi, qadınlığı, anacılığı, bolluğu, bərəkəti, qadınlığı, xanımlığı, əsl sözün əsl mənasında yüksək olan xanımlar var burada. Sadəcə sizin sanki xəyalların, daha doğrusu inanclarınızda inkişaf eləməklə bağlı qorxularınız var. Siz elə bilirsiniz ki, insanlar sizə icazə verməyəcəklər. İnsanlar sizi qınayacaqlar. İnsanlar sizi nə bilim müzakirəyə qoyacaqlar. İnsanlar sizə imkan verməyəcəklər. Davamlı elə bir problem düşünürsünüz, insanlardan problemi haqqınız olan nədirsə. Bir çoxlarınız üçün hamiləlik ola bilər, bir çoxlarınız üçün maddi artım ola bilər, bir çoxlarınız üçün rəsmi bir, nə bilim, sosial bir yardım almaq ola bilər. Nəsə də bir maddi bir məsələniz də, dövlət rəsmi idarələrlə bağlı maddi bir məsələniz də həll olacaq bu dolunayda. Başqa, bu dolunayın, Əqrəb dolunayının mesajı nədir? Əqrəb dolunayı deyir ki, bu aralar deyir, çox da belə, bir dəqiqəndə sizə daha dəqiq deyəcəm. Yeni bir insanla tanış olmağa çox da çalışmaya, təzə bir şey adam tapın, təzə birindən tanış olun, təzə biri ilə görüşün, biri gəlsin həyatıma. Buna çalışma. Özünə yetərli bil, çünki sənin də qərarsızlıqların var indi hələ ki. Ola bilər gedib biri ilə görüşəcəksən, çox qərarsız olacaqsan. Yəni, sanki şans verməyə də, qərar verməyə də tələsmə. Tələsmə deyir biraz, rahat ol. Biraz daha, belə deyək də, relaks ol. Ata ilə bağlı problemlər olanlar var idisə, əgər burada, belə deyək, o problem həll olacaq. Əgər üçüncü şəxslərə görə problem yaşadığınız biri varsa, o insan sizin artıq çox güclü olduğunuzu görəcək, özgüvənli olduğunuzu görəcək. Əgər ayrılıq yaşayanlar varsa burada, siz öz gücünüzü yenidən əldə edəcəksiniz və qarşı tərəf də həqiqətən görəcək ki, sizin gücünüz yetərincədir. Və bəzilərinizin spiritual gücü daha çox artacaq və hətta spiritual gücünüzlə özünüzə qoruyucu bir şeylər eləyəcəksiniz. Özünüzü negativ enerjidən qorumaq üçün bir şeylər eləyəcəksiniz. Sanki elə bir
qoruma çəmbərinə alacaqsınız özünüzü və kainat sizi daha çox qoruyacaq bu aralar. Çünki çox daha enerjiniz yüksələcək, çox daha belə daxili gücünüz, idarə etməyiniz, istədiyinizi həyatınıza çəkməyiniz və belə bir şeylər daha çox sizin üçün və daxili öz iç səsinizi dinləmək, bütün bunlarla bağlı daha çox gündəminizdə olacaq. Başqa? Burada daha çox məncə ikili münasibətlər daha gündəmdədir ikinci dəstədə. Ola bilər ki, burada kimsə boşanma ərəfəsindədir, amma bir xəbər çıxa bilər. Ola bilər biriləri üzləşmə yaşaya bilər, yön dəyişikliyi ola bilər. Ola bilər bəzi insanlar məsələn bu günə qədər başqa iş görürlər. Bir özlərinə üzləşəcəklər ki, yox, mənim işim bu deyil, mənim əslində məqsədim bu deyil. Özlərinə yeni məqsədlər təyin edəcəklər. Sanki daxili ilə üzləşmələr, yeni informasiyalar, yeni tanışlıqlar, yeni bir pul tanışlıqları xüsusilə və münasibətlə bağlı deyərdim ki, əslində karyera həyatınızla bağlı çox şanslısınız, rahatsınız. Sadəcə belə bir durumunuz var ki, ola bilər ki, məsələn, həyatınızda hal-hazırki dönəmdə hazır deyilsiniz ki, siz məsələn, xüsusilə qoçir ox atanlar və qoçir ox atan enerjisili insanlarla sanki daha çox hazır deyilsiniz ki, bu dəqiqə üçün nəsə yeni bir şey başlayasınız. Nəsə yeni bir insanla həyatınıza olasınız və yaxud da yeni bir münasibətin adını qoyasınız. Buna tam olaraq hazırsınız, amma şanslısınız. Karyera cəhətdən şanslısınız, vəzifə cəhətdən şanslısınız, pul cəhətdən şanslısınız. Dolunay nə deyir bizə? Dolunay nəyi dəyişməyimizi istəyir? Dolunay bizdən nəyi dəyişməyimizi istəyir? Dolunay bizə yeni başlanğıclar eləməyimizi, amma bu başlanğıcları edərkən çox daha belə deyək də, qorxularımızdan əgər azad olacağıqsa, yəni ki, baxın, yeni bir şeye başlayıramsa, əgər bu başlayanda yenə mənim daxilimdə qorxularım varsa, yenə də eyni şəkildə içimdəki narahatlıqlarla başlayıramsa, heç bir mənası yoxdur. Yəni, heç bir fərq olmayacaq sizin üçün. Yəni, bitir bunu, sonra yenə həmin səhv eləyəcəklə başlayacaqsan. Ona görə deyir ki, ola bilər ki, buna başlayın. Daha sonra xərçəng ilə balıq enerjisindən birilərinə təklif ala bilərsiniz. Onların çox peşman olması ilə bağlı və gəl yenidən başlayaq, çox peşmanam. Belə bir mesaj ala bilərsiniz. Həyatınızda içsel olaraq özünüzdən savaş içərisindəsiniz və uzun müddətdir ki, bəlkə özünüzə gətirirsiniz ki, sən bunu səhv eləmirsən, sən bunu düz eləmirsən, sən bunu dəyişməlisən. Özünüzlə bağlı bir davanız vardır. Bunu bitirəcəksiniz. Bir çoxlarınıza evlənmə təklifi, bir çoxlarınızda nişan, evlilik təklifi, evlilik, toya getmək, uzaq məsafədən toy şənliyinə getmək, ad günlərinə getmək, ailə içi bir yerə yığışmalar, yaxşı, gözəl qeyd etmələr, bunları yaşayacaqsınız. Amma bu aralar daha çox deyərdim ki, bu dəstəni seçənlərdə nə baş verəcək problem dolunayda, tam sanki biraz sizin ailə ilə bağlı, belə deyək də, münasibət və ailə ilə bağlı problemləriniz var. İkili münasibətlərdə böyük ailə qurmaq, ailə olmaq, yuva olmaq, bu mövzularla bağlı bəzi qorxularınız var. İçinizdə saxlamısınız onları, travmalarınız var. Bunlardan qaçmağa çalışırsınız. Bunlar sizin içinizdədir və sizə icazə vermirlər ki, siz həqiqətən ailənin o rahatlığını, ailə qurmaq, ailənin içərisində o məsələn, imkanlı bir ailəyə gedərsiniz, amma o evin içərisindəki saadəti yaşaya bilməmə. Bax, belə bir enerjilər var. Burada xüsusilə də mən görürəm ki, rahat bir dolunayın sizə mesajı odur ki, rahat olacaqsan, tez-tez şənlənəcəksən, biləcəksən, dostlarınla görüşəcəksən, nə bilim mən, gedəcəksən gəzməklərə, toya, bayrama, şənliyə, yeni adamlar sənlə tanış olmaq istəyəcək, hətta arxanı çevirdiyin insanlar belə səninlə tanış olmağa gələcək, həyatda hər tərəfdən sənə şanslar gələcək, şanslar daxil olacaq və yenə də özünü qorumalısan burada. Niyə özünü qorumalısan? Çünki ola bilər ki, bəzilərimizin hal-hazırki dönəmdə evində müəyyən bir negativ enerji var. Bundan bağlıdır. Hətta özünüz bilmədən özünüzə qarşı negativ bir enerji də yaratmış ola bilərsiniz evin içində. Və burada deyir ki, buna görə də, bu elədiyiniz yanlışa görə də pul itirə bilərsiniz. Biraz negativ enerjidən evinizi təmizləmək, özünüzü təmizləmək sizə də lazımdır. Və bir də ki, dediyim kimi,
sizə lazım olan əsas mövzu nədir? Həqiqətən özünüzü sorğu-sual eləmək ki, mən də evliliklə bağlı, xüsusən münasibətlərlə bağlı olan problemlərin səbəbləri nədən qaynaqlanır? Bununla bağlı daha çox fikriniz belə deyək, cəmlənməlidir özünüzə. Yenə deyirəm, burada sizin daha çox balanslaşacağınız, daha çox sakitləşəcəyiniz, stabilləşəcəyiniz, harmoniyada olacağınızı görsəm belə, burada deyir, bəzi insanların evində olan negativ enerjiyə görə zaman-zaman nəsə itirmək, həyatında kimsə getməyi, pul mövzusunda xüsusilə aldanma ola bilər. Məsələn, siz nəsə pulunuzu uğraya bilərlər, pul çəkə bilərlər, sizdən çox pis ola bilərsiniz. Eyni zamanda bəzən tamamilə özünə qapanaraq heç nə eləmək istəməmə, halsızlıq, belə bir şeylər ola bilər zaman-zaman. Ona görə də biraz özünüzlə bağlı onlayn mesaj odur ki, təmizləmələr eləyin. Gəlirəm 3-cü dəstəyə və qarışdırıram dəstəmi. Dolunayın mesajı nədir? Əqrəb dolunayının 3-cü dəstə seçənlərə mesajı nədir? Əqrəb dolunayının mesajı nədir? Əqrəb dolunayının 3-cü bu dəstəni seçənlərə mesajı nədir? Əqrəb dolunayının mesajı nədir? Əqrəb dolunayının əsas mesajı odur ki, inancların var sənin, özünlə bağlı və qısıtlayan inanclarındır. Yəni sənə pul qazanmağa mane olmayan, bərəkəti qazanmağa mane olmayan, evlənməyə mane olmayan, pul yığmağa icazə verməyən, sanki davamlı sənə bir şeyləri qazanıb düzəltməyə icazə verməyən inancların var. Və bu inanclarının öhdəsindən gəlmək və bunları geridə buraxmaq əslində sənin problemin budur. Sənin həyatında zehnən elə bir özünə bir həyat yaratmısan ki, yalanlarla, belə deyək də, sanki mən buna məcburam, başqa cür ola bilməz, mənim həyatımda başqa şey seçə bilmərəm. Özünü qısıtladığın, özünü belə deyək, kilitlədiyin yerlər var. Yəni, məsəl üçün deyirəm, tutaq ki, bir işdə işləyirsiniz, amma işləmək istəmirsiniz orada və ümumiyyətlə oranı sevmirsiniz də, məsəl üçün. Amma bir tərəfdən deyirsiniz ki, mən buradan çıxsam 100% işsiz qalacam, öləcəm acından fisiyo. Və məcbur oraya gedirsiniz. Sanki özünüz əslində özünüzə yalan danışırsınız ki, yoxdur elə bir şey. Halbuki bu sadəcə sizin qorxunuzdur. Realda belə bir şey yoxdur. Və yaxud da ki, belə deyək də, pul yığmaq istəyirsiniz və deyirsiniz, pulumun bərəkəti yoxdur, borcum çoxdur. Əslində realda olan başqa bir mövzudur, başqa bir şeydir. Sizin zehinsel qorxunuzla əlaqədar bir şeydir. Və ona görə də biraz deyir, oturub durduğunuz insanlara, ətrafınızda olan insanlara daha çox diqqət edin. Və xüsusilə də deyir, qadın faktorlarının sizə aldatmamasına diqqət edin. Bu dolunay mesajında daha çox deyir, öz qabığından çıxmalısın, əyləncələrə qoşulmalısın, dost ortamlarına qoşulmalısın və xərçəng, əqrəb, balıq enerjili insanlardan dəstəklər almalısın və ya özün xərçəng ilə balıq enerjisi ola bilərsə, ola bilər hətta belə bir insanın sevgi təklifi ala bilərsən. Yəni, sanki həyatının ən böyük eşq təklifini, sevgi təklifini, bəlkə kimsə maşın hədiyyə alacaq kimdənsə, bəlkə maşın təklifini və yaxud da bir gəzməyə getmək təklifini, gedə başqa biri, belə bir şeylər deyir, ala bilərsən bu dolunayda. Və xüsusilə də danışıb görüşmədiyiniz insanlarla görüşləriniz ola bilər. Aranız soyuq olan insanlarla görüşləriniz ola bilər. Başqa dolunayın mesajı nədir? Aha, daxili qorxularla birbaşa üstəsindən gəlib irəliləmək. Yəni, buradakı dəstədə əslində deyir ki, daxili qorxularının səninlə bağlı olanı var, nəsildən nəslə keçəni var, karma olanı var. Sən bunlarla üzləşəcəksən. Sən bunların genlərində, atalarının, babalarının, nənələrinin belə sənə ötürdüklərinin hiss edib görəcəksən, öhdəsindən gələcəksən və bir çoxlarınızda çox böyük bir qalibiyyət, başarı, maddi mənəvi olaraq, maddiyyatın da güclənməsi və bolluğa çatacaqsınız kimsə. Çünki sizin hal-hazırda üzərinizdə bəzi yüklər və sorumluluqlar sizə aid deyil və bu sizə aid olmayan bu yüklər və sorumluluqlar sizi yerə sanki sıxır və bu sorumluluqlar sizə aid olmadığı kimi qoymur ki, siz ümumiyyətlə yaşayasınız, inkişaf edəsiniz, pul qazanasınız, xoşbəxt olasınız. Siz deyir, bu üzləşməni yaşayandan sonra bir çoxlarınızın həyatında bu üzləşmə və yenilənmə olacaq. Ondan sonra deyir, artıq sizin həyatınızda bir tarazlıq və
bir şəfalanma sürəci olacaq. Bir çoxlarınızda bir görünürlük olacaq, bir məşhurluq da olacaq. Baxın, bir qalibiyyət olacaq. Pulla bağlı olsun, sevgi ilə bağlı olsun, bir ev ala bilərsiniz bir çoxlarınız, yeni evə köçə bilərsiniz, evinizi dəyişə bilərsiniz, evinizi düzəltdirə bilərsiniz, evlə bağlı yeni bir başqa bir yerə köçüdə eləyə bilərsiniz. Pulla bağlı yeni bir işə başlaya bilərsiniz. İnsanlardan çox dəstəklər görəcəyinizi göstərir əslində. Bu dolunay sizin. Başqa görək nə var? Biraz ola bilər bir çoxlarınız iki işi birdən idarə eləməyə çalışacaqsınız. Biraz əslində eləməli olduğunuz məsələ, burada bəzi bəylərdə ikili oyunlar oynayan bəylər var. Biraz ehtiyatlı olun. Yəni iki qadın, ikili bir durumlar var. Biraz belə bir məsələ var. Bununla bağlı ehtiyatlı olun. Çünki xəyanət mövzuları sonlanacaq. Yəni kimin həyatında iki qadın var, iki kişi varsa sonlanacaq və əlinizdə partlayacaq da, necə deyərlər bu məsələ sizin. Ona görə biraz daha ehtiyatlı olmağınızda fayda var. Çünki əqrəb dolunayı ertələməyi, sonraya saxlamağı, gizlətməyi bunu sevmir, xoşlamır. Xüsusilə də iş barəsində kim bu dəqiqə üçün işdən, belə deyək də, işində problem yaşayıb və işdən uzaqlaşıb ki, mən artıq burada olmaq istəmirəm, burada mənim önümü kəsirlər, burada mənə inkişaf etməyə icazə vermirlər. Onlar üçün yeni bir başlanğıc var və siz risk eləyəcəksiniz və hər şeyin üstündən xətt çəkəcəksiniz, necə də tüpürüb gedəcəksiniz ki, mən burada bunu istəmirəm. Xüsusilə bu işlə bağlıdır və siz 3 gün, 3 həftə içərisində bu məsələ ilə bağlı öz haqqınız olanı alacaqsınız. Çox da məmnun olacaqsınız, çox da yeni bir başlanğıc sizi gözləyir. Və sadəcə və sadəcə yenə deyirəm sizə, bir şeyləri qazanmaq üçün bir şeyləri buraxmaq lazımdır. Nəyi buraxmaq lazımdır? Qorxularınızı, nəyi buraxmaq lazımdır? Düşmənçiliklərinizi, nəyi buraxmaq lazımdır? Münaqişəni, zəfər qazanmaq üçün hər yola əl ataram, tək zəfər mənim olsun düşüncəsini, egosal toqquşmaları, savaşmaları, düşmənçiliyi, düşmənlərlə aparılan mübarizələri nə etməlisiniz? Sadəcə öz gücünüzə güvənməlisiniz. Siz öz gücünüzə güvənsəz, subaysızsa evliliyi olacaq, evlisinizsə ailəniz daha da möhkəmlənəcək və ikiləmləriniz olacaq, qərarsızlıqlarınız olanda sadəcə Allaha güvənməyiniz belə sizin üçün yetərlidir. Yəni, bax belə, dolunayın sizə mesajı buydu əzizlərim. Fikirlərinizi yazmağı unutmayın.